mütləq halda solda çəngəl, sağda bıçaq, qaşıq isə sağda olmalıdır. Masada düzgün halda çəngəl, bıçaq, qaşığın yerləşməsi. Masa quruluşu estetik olmalıdır. Yəni göz oxşamalıdır. Dünya statistikasında götürdükdə insanların 90%-i sağ əlindən işlətdiyinə görə bıçağı tutub sağla kəsməyə daha uyğundur. Solla isə az işlətdiyimizə görə çəngəli saxlayıb bıçaqla onu doğramaq baxımından daha məqsədə uyğun olur deyə mütləq halda solda çəngəl, sağda bıçaq, qaşıq isə həmişəki kimi bildiyimiz kimi sağda olmalıdır. Estetik cəhətdən masanın düzgün halda quruluşundan çəngəl solda olmalıdır, qaşıq sağda və bıçaq da eynisilə sağda olmalıdır. Və mütləq halda hər hansı bir qədəh bıçağın önünə düşməlidir. Əgər hər hansı bir yemək menyuya əlavə olunduqda, mütləq halda çəngəlin yanına bir əlavə çəngəl, bıçağın yanına bir bıçaq və qaşığın yanına bir qaşıq belə masaya qoymalıyıq. Qədəhlər də yaddan çıxmamalıdır ki, əgər bu su qədəhidirsə, yanında hər hansı bir şərab və yaxud içki varsa, onların da düzgün halda təyinatına uyğun olaraq qədəhlərini də masaya yerləşdirmək lazımdır.